Salam dəyərli izləyicilərim, hər birinizi xoş gördük. Bu günlər mən sizə Xırdalanda Heydərliyev prospektinin tam kənarında çox mərtəbəli binanın ikinci mərtəbəsindən mənzil təqdimatına gəlmişəm. Mənzilimizin təmiri çox idealdır həqiqətən. Video təqdimata başlamışam mənzilimizin qonaq otağından. Gördüyünüz kimi bura qonaq otağıdır. Yer olaraq əla yerdədir. 2 və 9 saylı məktəbə yaxındır. Prospektin tam kənarında bütün marşrut dayanacaqları binanın qarşısından keçir. Bazara yaxındır. Həqiqətən çox gözəl bir mənzildir. Mənzilimizin kvadratı 125 kvadrat metrdən ibarətdir. Kupçalıdır. Kupçası əldədir. İpoteka yararlıdır. Mənzilimizin qiyməti əşyasız qiymətdir. Bura mənzilimizin qonaq otağıdır. İndi isə keçək mənzilin digər otaqlarını sizə təqdim edim. Qeyd edim ki, mənzilin burada eyvan hissəsi də var. Sadəcə ev sahibi buranı özü üçün əlavə kladovka kimi düzəldib. Banka falan yığmaq üçün. Keçək indi digər otaqları sizə təqdim edirəm. Həqiqətən çox zövqlü insandır. Təmiri əladır. Bura giriş hissəsidir. Əladır həqiqətən. Belə bir xol hissəsi var. Burada əyləşmək üçün də divan quraşdırılıbdır. Giriş hissəsi də buradan başlayır. Şkaf yığılıbdır bura. Damafonu var. Belə deyim. Buradan keçirik mənzilimizin girişdə. Sağ tərəfdə yerləşir yataq otağının biri. Həqiqətən çox zövqlü insandır. Görürsünüz. Əşyalar bahalıdır. Təmiri əladır. Suyu, qazı, işığı, kombisi, daimi sürətli işləyən 2 liftdir. Əslində ikinci mərtəbə olduğu üçün liftin olub-olmamağı da önəmli deyil. Əslində amma var. Yeraltı, yerüstü parkingi var. Mənzillə bağlı sualınız varsa profildə nömrə qeyd olunub. İndi isə keçək digər yataq otağını sizə təqdim edeyim. Otaqları həqiqətən yataq otaqları biri-birindən gözəldir. Mənzilin özü də əladır. Mənzilə baxmaq istəyən müştərilərim ən azından yarım saat, 1 saat əvvəlcədən məlumat versə baxmaq olar, mümkündür. Profildə nömrəmiz qeyd olunub. İndi isə keçək sanitar qovşağı ilə hamam otağını da sizə təqdim edim. Burası isə sanitar qovşağı ilə hamam otağıdır. Duş kabinası yığılıb burada hazırdır. Burada sanitar qovşağı. Profildə nömrə qeyd olunub. Əlaqə saxlaya bilərsiniz. İndi isə keçək sizə mənzilin mətbəx hissəsini göstərim. Video təqdimata başladım mənzilin. Mətbəx hissəsindən divara yığılmış mətbəx mebelini görürsünüz. Bütün otaqları ayrı-ayrı qanunlu 3 otaqlı mənzildir. Yeni binada da 12 mərtəbəli binanın qeyd etdiyim kimi 2-ci mərtəbəsindədir. Burası isə mətbəx hissəsidir. Mənzillə bağlı sualınız olarsa profildə nömrəm qeyd olunub. Əlaqə saxlayın. Sizin də satışda mənzilləriniz varsa deyin, gələk çəkilişini edək. Yaxın bir müddətdə satışına köməklik etmiş olarıq. Bu günə bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın.